Yəni, siz zərflə zərfliyi qarışdırırsınızsa indidən, belə deyim də, 200 qalıb Allaha. Geç. Mütləq şəkildə siz bilməlisiniz ki, zərf əsas nitq hissələrindən biridir. Zərflik isə cümlə özüdür. Yəni, zərflik zərflə də ifadə oluna bilər, zərflik isimlə də ifadə oluna bilər və s. Amma zərf nədir? Zərf nitq hissəsidir. Uşaqlar, zərfin tərifində biz nə deyirik? Zərf əsasən hərəkətin tərzini, zamanını, yerini və bir də nəyini, miqdarını bildirən əsas nitq hissəsidir. Deməli, zərf nə ilə əlaqəli olacaq? Hərəkətlə bağlı olur, bəli, bağlı olur. Bəzən uşaqlar elə bu, belə deyək də, qaydadan yola çıxaraq yanlışlığa yol verirlər. Niyə? Çünki elə mütləq şəkildə zərfliyə, daha doğrusu hərəkətə aiddir deyə bir şey yoxdur. Əsasən hərəkətə aiddir. Məsələn, belə bir cümlə yazıram. Dünən soyuq idi. Necə idi? Soyuq idi. Nə zaman? Dünən. Uşaqlar, burada dünən nədir? Zaman zərfidir, eləmi? Zaman zərfliyidir, vəzifəsidir. Soyuq da sifətdir. İndi burada zərf nəyə aid olub? Sifətə aid. Deməli, həmişə hərəkətə aid olmur da. Bəzən sifətə də aid ola bilir. Və yaxud da bunu, məsələn, bunu hərəkətə aid eləsək, dünən kəndə getdim, nə etdim? Getdim, nə zaman? Dünən. Görürəm, burada hərəkətə aiddir, burada isə nə aiddir? Sifətə aiddir. Kənddə zərflikdir, amma nitq hissəsi baxımından isimdir. Yəni, sintaktik təhlil edici zərflikdir, amma nitq hissəsi, biz hələ nitq hissəsi keçirik, cümlə üzvü keçmirik ki. Nitq hissəsi baxımından isə nədir? İsimdir, bəli, zərflik vəzifəsində. Yerlik halda olan isim zərflik vəzifəsində çıxış edir. Aydın oldu, yəni zərf əsasən hərəkətə aid olur, bəzən də sifətə aid ola bilir. Başa düşürsünüz? Deməli, zərfin mənazı növü quruluşca növündə nəsə qaranlıq var. Yəni, sözün quruluşca növünü keçmişik, digər nitq hissənin, zərfin də eyni qaydadadır da quruluşca növü. Sadə, düzəltmə, mürəkkəb. İndi gəlin biz nəyə keçək? Zərfin mənaza növü. Baxın, zərflə zərflikdə də fərq var. Təbii ki, mənaza növündə. Yenə də deyirəm, biri zərf nitq hissəsidir, zərflik cümlə özüdür. Zərfin mənaza 4 növ var. Zərfliyin isə mənaza neçə növ var? 6 növ var. Yəni, məqsəd zərfliyi və səbəb zərfliyi var. Məqsəd zərfi, səbəb zərfi deyə bir şey yoxdur. Deməli, zərfin mənaca